Siz də fikirlərinizi yazın. Elə işsizlərdən söz düşmüşkən bugünkü müzakirə mövzumuza səbəb olan sujetimizi təqdim edəcəyik. Bəli. Orta yaşlı insanlar niyə iş tapmaqda çətinlik çəkir? Bunun hansı səbəbləri var və real olaraq bu cür problemlə qarşılaşan insanlar varmı? Bizim əməkdaşımız... Nə etməlidirlər, ən önəmlisi? Günlarə bu barədə bir araşdırma aparıb, soru keçirib, həm də bəzi suallara cavab axtarıb. Baxaq. Son vaxtlar belə bir tendensiya ancaq cavanları istəyirlər. Bu artıq ayrı seçkilikdir, diskriminasiyadır. İş elanlarında tez-tez rast gəlinən yaşla bağlı tələblər bir çox şəxslərin iş tapmaq imkanlarını məhdudlaşdırır. Müraciət eləmişəm, hamısı deyir ki, yaşın keçib sən, get dincəl evdə. Gedmişəm də adı nədir, dost mərkəzinə, orada bu işləmirəm də, bir işə girməyə yazılar. Kimdən soruşublar deyir, bizdə belə 63 yaşında adam üçün işi yoxdur. Son vaxtlar belə bir tendensiya ancaq cavanları istəyirlər. Əsas da bağışlayın, xanımlar gənc olsun. Məsələn, 18-24 yaş aralığında vakansiya var idi, 25-30 yaş aralığında vakansiyalar var idi. Yəni, əsasən yaşlı nəsli es keçirlərdir, yəni əsasən cavan nəsli istəyirlər. 40-dan çox yaşım var. Yəni, 2 nəfəri geçsək tutalım ki, mənlə hansısa bir 20 ya 25 yaşlı bir insan geçsin işə düzəlməyə, onu seçərlər, məni yox. Ola bilsin ki, düşünürlər ki, işə götürənlər insan yaşlandıqca dinamikliyi müəyyən qədər aşağı düşür, öz ərində işləyə bilmir, tapşırıqları yavaş-yavaş deməli zəif yerinə yetirir. Ona görə gənc kadrlara üstünlük verə bilərlər. Amma qeyd edim ki, ola bilər ki, cavan kadrdan daha çox yaşlı kadr öz təcrübəsindən istifadə edərək həmin tapşırığı daha tez yerinə yetirsin. Hüquq müdafiəçisi Sahib Məmmədov bir sıra amillərə görə tələblər irəli sürən işlərin qanunla müəyyənləşdirilməsini təklif edir. O iş yerlərinin siyahısı təsdiq olmalıdır. Bax, bu iş yerlərində fizioloji xüsusiyyətlərə görə, cinsə görə, yaşa görə bu tələblər var. Qalanlarda bu qoyulursa, bu artıq ayrı seçkilikdir və bu, deyək ki, diskriminasiyadır. Sahib Məmmədov bildirir ki, qanunvericiliyə görə yaşa əsaslanan ayrı seçkilik rəsmən qadağandır. Onu işə götürmürlər, o bilir ki, yaşına görə götürmədilər. Ya hansısa bir qanunda nəzərdə olmayan tələbə görə götürmədilər. Amma sonra gedib o məhkəməyə versin, onu sübut etsin, eləyə bilmir. Deyirlər, yox, o gələnə qədər biz artıq işçi tapmışdıq, ona görə imtina elədik. Yəni, bunu sübut etmək yükü də çətindir. Bəs orta yaşlı vətəndaşlar əmək bazarında rəqabətə davam gətirmək üçün nə etməlidirlər? Texnologiya dövründə yaşayırıq, tez-tez dövr dəyişir, əmək bazarına da süni intellektin təsiri kifayət dərəcədə var, həyatımızın digər sahələrinə olduğu kimi. Ona görə də biz daim izləmədə qalmalıyıq ki, sahə ilə bağlı hansı yeniliklər varsa, onları deməli öz iş sahəmizə tətbiq etməliyik. İnsan resursları üzrə mütəxəssis Sevdə Quliyeva hesab edir ki, yaşlı şəxslərin əmək bazarından kənarda qalması nə iqtisadi, nə də sosial baxımdan məqsədə uyğundur. Həmin namizədlərin biz xidməti fəaliyyəti olaraq, onların ideyalarını, onların təcrübələrini xidmət olaraq biz sahibkarlar və işə götürənlər ala bilərik və belə dolayısıyla artıq onlar kənardan da belə deyək, xarici dildə desək outsource öz faydalıqlarını qata biləcəklər, müəyyən bir xidmət haqqı ala biləcəklər və cəmiyyətə özlərini faydalı hesab edəcəklər. Qeyd edək ki, Əmək Məcəlləsinin 16-cı maddəsinə görə işə götürmə zamanı yaşa və digər amillərə görə ayrı seçkilik qadağandır. Ayrı seçkilik qadağandır, amma qeyri-rəsmi olaraq xeyli insan ayrı seçkiliklə üzləşir. Adam gedir, deyirlər, tələblərə yazmışıq ki, məsələn 20-35 arası. Neynəsin, bu adamın 38 yaşı var, ya da 40 yaşı var. Yoxdur da iş. Yəni, getdiyi yerlərdə tələb ona deyil. Amma indi elə adamlar da var ki, yaşı 40-dır, 45-dir, 50-dir, amma öz işinin o qədər peşəkarıdır ki, əl-əl axtarırlar, yüksək maaşa da işləyir. Ya dövlət idarəsində, ya özəl şirkətdə. Belə adamlar da varmı? Var.